44 günlük müharibədə iştirak edən, canla, başla, fədakarcasına iştirak edən qazimiz Həbib Namazovun ailəsindəyik. Füzuli istiqamətində yaralandım. 2020-ci il 20 oktyabr tarixində Füzuli istiqamətində Ələsgərli kəndində ağır döyüşlərdə yaralandım. Qazimiz Həbib 2 ildə ailə həyatı qurub. Yaralandıqdan ilk hardasa bir il müddətində çox özümə qapanmışdım. Yeriyən adam birdən-birə əlil arabasına məhkum olsun və insan içinə çıxanda düşünürdüm ki, hər kəs mənə baxır, hər kəs nə bilim qəribə baxır mənə. Aytaç necəsiz? Çox sağ olun, yaxşı. Sizin neçə yaşınız var? Mənim 27. 27 yaşınız var. Heç ağlınıza gələrdi müharibə iştirakçısı ilə tanış olasınız, ailə həyatı qurasınız? Yox, heç fikrimdən belə keçməzdi. Rayonda yaşayanam, Tovuz rayonundanam. Oradan Bakıya gəlmişdim. Ad günü var idi, ora dəvətli idim. Və təsadüfən ikimiz eyni restorandaydıq və orada tanışdığımız oldu. Təbii ki, danışmağa başladıq. Bir müddətdən sonra, hardasa bir ildən sonra, bir il tam olmazdı, bir ildən sonra ailə həyatı qurduq. Əlil arabasında kimsə mənlə ailə qurarmı beləsinə? Necə yaraşıqlısan, onun fərqindəsən də yəqin ki. Var olun, təşəkkür ederim. Vallahi. Onlarla valideynləri heç biri razı deyildi. Elə oldu ki, ikinci dəfə zəng elədik, evdən zəng elədilər, yenə razılaşmadılar. Gecə saat 2 idi, Aytacla danışdım, durdum, getdim Tovuza, eləncinə Aytacı götürdüm, gəldim. Nə maraqlı. Bilirdin, xəbərin var idi. Dedi, hazırlaş gəlirəm. Yazdı ki, çıxmışam, gəlirəm. Aha. Afərin, halal olsun. Halal olsun. Sabirabaddanam, əslən Sabirabaddanam. Sabirabada gəlib gələndə mən çətinlik çəkirdim. Tovuza gedəndə çətinlik çəkmə. Saat 2-də necə getdim? Gəncədə qaldım gecəni. Səhərsi günü qayıtdıq, gəldik. Sevindin, heç nigaran qalmadın da evə görə. Yox. Sonra zaman keçdikcə artıq valideynlər də qəbullandı buna. Razıdılar, məmnundular sizdən. Bəli, elə Aytacın valideyni də buradadır. Dünən bizdə qonaq idilər. Çox yaxşı münasibət var hal-hazırda.